Deməli sizlərə Xırdalan şəhərində, Prospekt yolunun kənarında, videonun önündə göstərdiyim kimi Grand Market, Köhnə bazar, Təzə bazar, nə bilim, hər yerə yaxın da, yəni hər yerə yaxın. İçi nisbən əşyalı, yəni tam əşya yoxdur, indi bəzi əşyalar var. Kupcalı mənzil çəkib təqdim edirəm. Başlayaq. Giriş isə buradır. Evin əsas giriş hissəsi buradan başlayır. Girişdə bir dənə belə bir sadə mebel var. Hamam ayaqlısı buradadır. 3 otağa perezilka bir mənzildir. Kvadrat nə qədər edir yadımdan çıxır? 76 kvadrat nə qədərdir? Burada bir dənə uşaq otağıdır. Uşağı bura bağla, nə bilim, bir ildən sonra görəsən qanadları çıxır. Burada da deməli yerləşir evin qonaq otağı. Qonaq otağı həqiqətən də çox gözəldir. Təmiri də yaxşıdır. Televizoru var, kondisioneri var. Təbii ki, bu boyda evə bu televizor yaramır. Sistem kombidir. Mətbəx də baş tərəfində zalın belə bir mətbəxi var. Orada da xaldenikdir. Mətbəx mebelinə ayrı düşüb, ayrılıblar. Prospekt yolunu göstərək. Xırdalan şəhəri Heydər Əliyev prospektinin kənarı. Qaydırıq indi yenidən mənzilə doğru. Deməli, dəyərli izləyicilərimiz, mənzilimiz 75-76 kvadratdan ibarət. Sənəti kupça ipotekaya yararlıdır. 3 otağa perezilkadır. Burada da yataq otağıdır. Yataq otağında mebellər, belə də mebellər var. Buradan yataq otağından da balkona çıxmaq üçün yerdir. Balkondan bir daha da prospekt yolunu göstərək. Burada kombi yığılıb. Satış qiyməti 100 neçə min idi? Nə bilim, yadımdan çıxdı qiymət. 130 neçə min idi. Yazacağım açıqlama bölməsindən. Gələrik, danışarıq, söhbət edərik. Qiymətini yazacağım, sağ ol.